Mən düz 1 ildir video çəkmirəm. Dedim bugün olar. Necəsiz, ümidvaram, hər şey qaydasındadır. Uzun aradan sonra telefonu qoydum qarşıma, dedim bugün video çəkəcəyik. Səsim biraz batıb çünki xəstəlikdən təzə çıxmışam və bu telefona baxmaq, hara baxım, necə danışım, biraz yadırğamışam. Həmişə bu girişlə başlayıram hərçənd videolara. Not dəftərimi götürdüm. Hərçənd hər daim qeydiyyat apara bilmirəm. Ara sıra nəsə yazıram və yazdığım bir abzası oxuyacağam. Bunu özümə yazmışam. Danışmağı sevmədiyini iddia edən Şahaniyə xəbərim var. Dostum, sən danışmaq üçün gəlmisən bura. Dolu-dolu, anlamlı, motivasiyalı, duyğulu danışmaqdan ötəri. Bunu bugün daha çox anladım. Və düzü xatırlamıram nə baş verib həmin gün. Niyə mən bu fikrə gəlmişəm? Amma belə yazmışam. Danışmağa çalış. Ünsiyyətə gir. Utancaqlıq, su kənarda oturmağı bir kənara qoy. Çünki sən danışmalısan. Bunu inanaraq deyirəm. Nəzərə alaq mütləq. Və tarix qoymuşam. 04.02.2026 və gecə 00:45-də yazmışam. Bunu özümə yazmışam. Belə bir şey hamımızda var. Nəyəsə bunu necə izah edəcəyimi bilmirəm. Nəyəsə özümüzü inandırırıq və geri çəkilirik. Mən beləyəm. Məsələn, mənim çox ünsiyyətə girməməyim kimi. Ətrafımdakılar deyir, mən çox ünsiyyətə girən biri deyiləm. Amma adətən məni danışdıranda mənim fikirlərimi bəyənirlər. Dediklərinə görə təşəkkürlər. Və mən həmişə deyirəm ki, mən çox danışmağı sevmirəm. Mən ancaq dinləmək tərəfindəyəm. Dinləyən mövqeyində olmağı sevirəm. Nəinki danışan. Amma bu bəlkə də mənim hədsiz dərəcədə yaxşı danışdığım üçün özümə qarşı yaratdığım bir müdafiə mexanizmasıdır. Bunu bir müddət sonra anladım mən də. Və adətən danışanda mənim danışmağımı sevirlər. Amma mən danışmıram. Çünki özümə inandırmışam ki, mən danışmağı sevmirəm. Bəlkə də danışmalıyam. Məncə, bəzən inandıqlarımız səhv ola bilir. Bunu bir qəbul eləməliyik. Və bəzən öz stereotiplərimizin kənarına çıxmalıyıq. Və düşüncəmizin yanlış və ya doğru olduğuna bir baxıb əmin olmalıyıq. Bəlkə də danışmalıyam. Və hərçənd içimdə bir yerdə həqiqətən inanıram ki, mən əslində bəlkə də çox ünsiyyətçi olmalıyam. Bunu bir yoxlayacağam. Şahane, həmişə danış. Və bu videonu izləyənsən, bəlkə də özünü nəyəsə inandırmısan ki, mən beləyəm. Amma məncə sən də bir dənə gör, bəlkə elə deyilsən. Gecən xeyrə və ümidvaram hər şey qaydasındadır. Günün yaxşı keçsin və ümidvaram bu video İlla ki səndə də bir şey qatmışdır. Sağ ol.